qiyməti minimaldır. Və sökünət vəziyyətindən başlayıb hərəkətə V0 bərabərdir 0. Düzdür? Bir çoxunuz ilkin halda baxanda bir çoxunuz deyir ki, müəllim bütün nöqtələrdə bərabərdir, bərabər təcili sözünə görə. Və bir şey də qeyd edeyim. Burada diaqramdır. Bizə verib üstünə də yazıram ki, bu diaqramdır. Aha. Deməli uşaqlar, biz bu sualı necə yanaşacağıq, necə yazmaq lazımdır? Gələnlər var. Aha. Deməli bizə deyir ki, sökünət vəziyyətindən bərabər təcili hərəkətə başlayan cisim, bərabər təcili hərəkət başlayan yox daha doğrusu, bərabər təcili hərəkət edən cisim hansı nöqtədə təcilin qiyməti minimaldır? Baxın uşaqlar, biz burada bu diaqramdır. Yəni düz xəttdir. Ümumiyyətlə düz xəttli bərabər təcili hərəkətdə mən S-in düsturunu yazanda V0T üstə gəlinsin AT kvadratı bölünsün 2 idi. Düzdür? Ayşə. Başlanğıc sürət əgər 0-sa bu ifadə 0-a gedəcək. Onda məndə Sx bərabər olacaq AT kvadratı bölünsün 2-yə. Və əgər burada S-in T-dən asılılığı mən çəkmək istəsəm, əgər mən S-in T-dən asılılığını çəkmək istəsəm, fikir verin. S-in T-dən asılılığı parabola şəkildə olacaqdır. Onun kvadratından asılıdır, düzdür? Mənim qrafikim belə olacaqdır. Yəni burada 1 nöqtəsi, 2 nöqtəsi, 3 nöqtəsi, 4 nöqtəsi. Əgər məndə qrafik belə olsaydı, uşaqlar, sizin haqqınız var idi ki, müəllim, qrafik parabola şəkildə asılıdır və bütün nöqtələrdə təcil bir-birinə bərabərdir və sıfırdan fərqlidir. Əla, mən də deyəcəkdim ki, düzdür cavab. Amma uşaqlar, burada fikir verin. Burada S-in T-dən asılılığı düz xəttdir. Yəni bu nə deməkdir? Hər bir nöqtədə təcilin qiyməti fərqlidir. Hər bir nöqtədə təcilin qiyməti fərqlidir. İndi biz onu necə tapacağıq? Fərqli olduğunu necə tapacağıq ki, hansı nöqtələrdə müsbət, daha doğrusu hansı nöqtələrdə ən kiçik, hansı nöqtələrdə isə ən böyükdür. Baxın uşaqlar, mən həmin düsturu təzədən yazıram bura. Sx bərabər olacaq ax t kvadratı, x'lər yazmasaq da olar, sadəcə deyilişdə. At kvadratı bölük. İndi mən buradan təcili tapsam, 2s bölünsün t kvadratdır. Düzdür uşaqlar? Aysa. İndi mən burada və bunu başına biraz oynatacaq. Bunu yazıram 2s bölünsün t kimi, vurulsun 1 bölünsün t kimi yaza bilərəm mən bunu. Parçaladım da, düzdür uşaqlar? Aha. İndi fikir verin. Bucaqlara baxsaz bir dənə, baxın, bir düz xət üzərə olduğuna görə, burada tangensləri hamısı bir-birinə nədir? Bərabər, düzdür? Və bu bucağın tangesini mənə kim deyər? Nəyə bərabərdir? Tangens alfa nəyə bərabərdir? Hə? S bölü T. Ay sağ ol. S bölünsün T olacaq da, düzdür? Əla. Onda mən A-nın yerinə, S bölünsün T-nin yerinə mən tangens alfa yaza bilərəm. Yaza bilərəm də, düzdür? Tangens alfa bura yaza bilərəm. Onda olacaq 2 tangens alfa bölünsün T-yə. Və qrafikə fikir versəz, görəcəksiniz ki, tangens alfalar burada hamısı nöqtələr bir düz xət üzərində olduğuna görə tangens alfalar burada bərabərdir. Tangens alfa sabitdir, 2 də sabitdir. Onda A ilə T necə asılıdır? A ilə T tərs asılı olacaq. Deməli burada T-nin ən böyük qiyməti mənə təcilin ən kiçik qiymətidir. Deməli T harda ən böyükdür? 4 nöqtəsində ən böyükdür. Deməli 4 nöqtəsində məndə təcil ən kiçik olacaq. Cavabım olacaq 4 nöqtəsi. Başa düşdünüz uşaqlar? Bəli. Aydın oldu. D variantı kimsə 4 demişdi sizin içinizdən deyəsən. Kim idi o? Bəstə idi deyəsən. Qrupa baxın. Bəli müəllim. Hə, sən idin.
Vəsə sən necə yazmışdın öz bunu? Mən əslində tangeslə getməmişdim. Sadəcə yani AT kvadratı bölünsün 2 kimi hesabladım. Aha. Birincisi S bölü T kimi yazdım. İkincisinde 2 artırdım. 2S bölünsün. T eğer 2T olursa 4T kvadratı olur. Her defa azalırdı ona göre. Ona göre de 4'ü seçtim. Aha, aydındır. Bu da başqa yoldur. Amma əsas, yəni açıq tipli düşsə, nə bilim, ətraflı tipli düşsə, belə yazsaz daha yüksək bal verəcək. Aydındır uşaqlar. Deməli, bunun izahı bundan ibarətdir. İndi aha. İndi uşaqlar keçirik bu bizim oldu məsələnin izahına. İndi biz keçirik səs vermə eləmişdim və orada daha çox dəyişən cəryan səs vardı. 5-8 nəfər idi deyəsən, ya 9 nəfər idi. Dəyişən cəryanı seçmişdilər. Biz də bugün dəyişən cəryanın izahına verəcəyik. Dəyişən cəryan nədir? Dəyişən cəryanda hansı tip müqavimətlər var? Danışacağıq dəyişən cəryan generatorundan, aktiv müqavimətdən, total müqavimətdən, induktiv müqavimətdən, transformatordan bu dəyişən cəryanı aradan qaldıracağıq bugün. Deməli uşaqlar, ilk öncə başlayırıq dəyişən cəryan adı altında. Dəyişən cəryan. Dəyişən cəryan. Aha. Deməli uşaqlar, dəyişən cəryan nədir ümumiyyətlə? Bax, adından da görsənir ki, dəyişən cəryan, yəni sabit cəryan deyil, dəyişən cəryandır. Dəyişən cəryan o deməkdir ki, həm istiqaməti, həm də cəryan şiddəti periodik olaraq, yəni zamana görə periodik olaraq dəyişən cəryan adlanır dəyişən cəryan. Yəni adından bu sənə tərifi verir. Yəni həm istiqaməti, həm də cəryan şiddəti zamana görə periodik olaraq dəyişən cəryan adlanır dəyişən cəryan da, belə deyək lori dildə. Aha. Ümumiyyətlə dəyişən cəryanı almaq üçün, dəyişən cəryanı almaq üçün biz nə edəcəyik? Dəyişən cəryanı almaq üçün biz dəyişən cəryan generatorundan istifadə eləməliyik. Dəyişən cəryan generatoru. Generatorundan istifadə eləməliyik. Dəyişən cəryan generatorundan istifadə eləməliyik. Ümumiyyətlə, dəyişən cəryan generatoru nədir? Uşaqlar, dəyişən cəryan generatorun iş prinsipi daha doğrusu elektromaqnit induksiya hadisəsinə aha, bir saniyə. Deməli, dəyişən cəryan generatorunun iş prinsipi, dəyişən cəryan generatorunun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Yəni öz-özünə induksiya cəryanı yaranır. Öz-özünə induksiya cəryanı da bizə bilirik ki, sabit cəryanın əksinə yönəlir. Ümumiyyətlə uşaqlar, generator nədən ibarətdir? Generator iki hissədən ibarətdir. Bir fırlanan hissədən, bir də sabit qalan hissədən. Biz həmin o fırlanan hissəni, generatorun fırlanan hissəsinə, generatorun fırlanan hissəsi adlanır nə? Rotor. Sabit qalan hissəsi adlanır stator. Deməli, rotor başlıqdır, fırlanır və fırlanma nəticəsində mexaniki enerjini elektrik enerjisinə çevirir və maşın xodlanır, belə deyək. Stator isə sabitdir. Həmin bu rotorun dişləri, fərz edək ki, çarx kimidir və bu çarxlar fırlananda dəyir bu statora, statoru hərəkətə gətirir. Statoru hərəkətə gətirəndə artıq mexaniki enerji elektrik enerjisinə çevirir. Deməli, maşın xodlanır. Aha. Deməli uşaqlar, bunlar hamısı kontur içində baş verə bilər. Və bu keçirici konturun maqnit induksiyası əgər B olsa, bax,
keçirici konturun maqnit indoksiyası əgər B olsa, maqnit indoksiyası B olsa, bu zaman keçirici konturun içində maqnit seli əmələ gələcək. Və bu maqnit seli bir qanunla hərəkət eləyəcək. Daha doğrusu rəqs eləyəcək. Yəni daimi periodik dəyişən hərəkətlərə biz nə deyirdik? Rəqsi hərəkət deyirdik də. Onda konturun içərisində bu maqnit seli konturun içərisində rəqs eləyəcək. Yəni fi bərabərdir fi maksimal vurulsun kosinus omega t qanunu ilə rəqs eləyəcək. Onda onun həmin rəqsin qrafikini biz çəksək, kosinus qanunu ilə dəyişdiyinə görə müəyyən bir amplitud qiymətindən başlayacaq rəqsi hərəkət eləməyə. Deməli, qrafikimiz olacaq belə. Yəni, müəyyən bir amplitud qiymətindən başladı rəqs eləməyə. Onda bu nöqtəyə biz nə deyirdik? Fi maksimal deyirdik. Yəni, maqnit selin maksimal amplitud qiyməti, həmçinin fi maksimal maqnit selin amplitud qiyməti də biz buna deyirik. Onda konturda yaranan maqnit seli fi bərabərdir. Biz bilirik ki, B vurulsun S. Bs kosinus alfa-da, düzdür? Onda əgər n dənə sarğı olsa, onun saylarını vuracaq n-ə. Onda fi bərabərdir. Fi üçün, maqnit seli üçün alacaq ki, Bs vurulsun n-dir. N dənə sarğıdırsa, ta ki 4 dənə sarğıdırsa, həmin Bs vurulsun 4 yazacaq. Sarğıların sayıdır. N burada sarğıların sayıdır. İndi uşaqlar, biz bilirik ki, əgər konturda maqnit seli yaransa, onda konturda periodik dəyişən elektrik hərəkət qüvvəsi, yəni epsilon yaracaq. Elektrik hərəkət qüvvəsinin düsturunda biz bilirik ki, mənfi delta fi bölünsün delta t-də, düzdür? Yəni maqnit selin zamana görə dəyişməsi. Və yaxud da mən bunu maqnit selin zamana görə törəməsi kimi baxa bilərəm. Onda mən bu ifadədən, bax burada işarəyə alıram. Bu ifadədən mən zamana görə törəmə alsam, mənə epsilonu verəcək. Gəl yazaq. Mənfi bir dənə var çöldə, bir dənə mənfi çöldə var. Deməli, mənfi fi maksimal, yəni bu ifadədən törəmə alaq. Vurulsun kosinus omega t, bunun törəməsi bərabərdir. Mənfi, mötərizə açdım. Fi maksimalın törəməsi elə özünə bərabərdir, sabitdir, kənara çıxır. Vurulsun uşaqlar, kosinusun törəməsi, ümumiyyətlə, kosinus omega t özü mürəkkəb funksiyadır. Mürəkkəb funksiyanın törəməsi, kosinusun törəməsi, daha doğrusu kosinus omega t-nin törəməsi, vurulsun bir dənə də omega t-nin öz törəməsidir. Kosinusun törəməsi mənfi sinus omega t-dir, bir də vurulsun omega t-nin öz törəməsi. Omega t-nin də törəməsi elə bizə omeganı verəcək. Mötərizəni bağladım, bərabərdir. Baxın uşaqlar, burada 2 dənə mənfi var. Bir çöldə bu mənfi var, düzdür? Bir də sinusun qabağında mənfi var. Əvvəlində daha doğrusu mənfi var. Bu mənfi var. Mənfi bir-birindən müsbətləşəcək. Onda məndə olacaq fi maksimal. Omega-da gedəcək fi maksimalın yerinə. Olacaq fi maksimal vurulsun omega. Vurulsun sinus omega t. Onda uşaqlar, bu fi maksimal vurulsun omega məndə epsilon, yəni elektrik hərəkət qüvvəsinin maksimal qiymətini, amplitud qiymətini verəcək. Mən bunun yerinə y maksimal yazacağım, epsilon maksimal yazacağım. Onda mənim düsturum belə olacaq. Epsilon bərabərdir, epsilon maksimal vurulsun sinus omega t düsturu. Əla. Deməli, mən EHQ üçün ifadə aldım ki, deməli, epsilon bərabərdir, epsilon maksimal sinus omega t. Amma fi-nin düsturu isə, fi bərabərdir, fi maksimal vurulsun kosinus omega t idi. Deməli, uşaqlar, bu sinus maqnit seli kosinus qanunu ilə rəqs eləyəndə elektrik hərəkət qüvvəsi epsilon sinus qanunu ilə rəqs eləyəcək. Onda gəl, bu kosinus qanunu ilə rəqsdir. Onda mən elektrik hərəkət qüvvəsi üçün sinus qanunu ilə dəyişən bir dənə rəqs eləyən qrafik çəkirəm. Deməli, epsilonun t-dən asılılığı
Hansı qanunla rəqs edir? Sinus qanunu. Sinus qanunu rəqs edirsə, koordinat başlanğıcından başlamalıdır hərəkətə, rəqsə daha doğrusu və bu istiqamətdə belə rəqs edir. Deməli, buradan biz nə nəticəyə gələ bilərik? Həmin nəticəyə gələ bilərik ki, həmin elektrik hərəkət qüvvəsi, yəni epsilon, maqnit seli rəqslərini pi bölü 2 qədər qabaqladı. Baxın uşaqlar, pi bölü 2 qədər qabaqladı. Bunu daha doğrusu pi bölü 2 qədər deyə bilmərik. Əslində deyə bilərik. Çünki onun mənfisinə bərabərdir. Əslində bu buradan başlamalı idi hərəkətə və buradan başlamalı idi hərəkətə. Əgər mən bunu buradan qırsaydım, pi bölü 2 qədər bunu silsəm, bu buradan başlayır. Amma mənfi olduğuna görə bu 180 dərəcə gedəcək yuxarı, öz istiqamətində buradan başlayacaq hərəkətə. Ay sağ olun. Buradan başlayacaq hərəkətə. Deməli, əgər maqnit seli kosinus qanunu ilə dəyişirsə, onda elektrik hərəkət qüvvəsi epsilon sinus qanunu ilə rəqs eləyəcək. Sinus qanunu ilə rəqs eləyəcək. Biz epsilon üçün ifadələr yazdıq. Epsilon üçün ifadə nə yazdıq? Yazdıq ki, bax, Y maksimal nəyə bərabər idi? Y maksimal bərabər idi fi maksimal vurulsun omegaya. Fi maksimal vurulsun omegaya. Fi'nin yerinə, fi maksimalın yerinə mən bu ifadəni yaza bilərəm. Baxın, bu ifadəni yaza bilərəm. Yəni olacaq BS vurulsun N vurulsun omega. Həmçinin BS, B vurulsun S vurulsun N vurulsun omeganın yerinə mən 2 pi nü yaza bilərəm. Və yaxud da BS vurulsun N vurulsun 2 pi böl T yaza bilərəm. Period. Deməli, buradan bir dənə fikir versəz, elektrik hərəkət qüvvəsi, yəni bu epsilon, B-dən maqnit induksiyasından, kontrol sahəsindən, sarğıların, daha doğrusu kontrolun neçənlə olsa əgər, sarğıların sayından daha doğrusu, nüdən, həmçinin omegadan da necə asılıdır? Düz asılıdır. Onda mən həmin qrafiki bura çəksəm, yazacağım ki, B-dən, S-dən, sarğıların sayından, omegadan, tezlikdən necə asılıdır? Düz asılıdır. Amma perioddan isə fikri verin tərs asılıdır. Çünki məxrəcdə olduğuna görə. Perioddan isə tərs asılı olacaq. Periodda necə asılı olacaq? Tərs asılı olacaq. Bu da oldu elektrik hərəkət qüvvəsinin maqnit seli ilə bağlı ifadələri, həmçinin onların rəqsi. Aha. İndi keçirik. Uşaqlar, testlərdə sizə qabağınıza çıxa biləcək osiloqraf. Osiloqraf nədir? Ümumiyyətlə uşaqlar, osiloqraf elektromaqnit dəyişən cərəyanda tez dəyişən hadisələri, tez dəyişən prosesləri müşahidə eləmək üçün istifadə olunur. Osiloqrafın iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Və qəbula düşə biləcək bir sualdır. Əsasında açıqlarda düşə bilər. İlk 5 dənə doğru variantları seçin. Deyəcək ki, məsəl üçün, osiloqraf nədir? Və yaxud osiloqrafın iş prinsipi nədir? Uyğunlaşdırma da düşə bilər. Osiloqraf tez dəyişən prosesləri müşahidə eləmək üçün istifadə olunur və iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Termoelektron emissiya hadisəsində bilirsiniz də, katodu qızdıranda katoddan elektronlar qopur və anoda doğru gedir. Aha, bunu bildik. İndi uşaqlar, biz keçirik və osiloqrafın şərti işarəsini siz üçün çəkim. Osiloqrafın şərti işarəsi belə bir formadadır. Dairə şəklində içində rəqsi hərəkəti müşahidə eləyən rəqs hərəkəti var, rəqsi belə. Şərti işarəsi budur və iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Aha. İndi biz keçirik dəyişən cərəyanda aktiv müqavimət. Buraya yazıram mən aktiv müqavimət. Aktiv müqavimət nədir? Uşaqlar, aktiv müqavimət ümumiyyətlə, dəyişən cərəyan dövrəsində əgər R rezistorlu, yəni R müqavimətli bir rezistor görsəz, müqaviməti R olan və yaxud R müqavimətli bir rezistor olsaz, həmin rezistor aktiv müqavimət adlanır.
Yəni həmin o müqavimət adlanır aktiv müqavimət. Yəni ümumiyyətlə dövrədə rezistor görsəz, deməli bu aktiv müqavimət adlanır. Aktiv müqavimət, rezistorun müqaviməti də R desək, bu adlanır aktiv müqavimət və şərti işarəsi də budur. İndi fərz eləyək ki, əgər yalnız dövrədə rezistor varsa, fərz eləyin ki, belə bir dövrəmiz var. Bu da gərginlikdir, mənbəyin gərginliyi. Aha. Onda deyək ki, mənbəyin gərginliyi bərabərdir, o maksimal sinus omega t qanunu ilə dəyişir. Onda uşaqlar, mən burada cəryan şiddətinin amplitud qiymətini tapmaq istəsəm, ohm qanununa əsasən o maksimalı böləcəm aktiv müqavimətə, yəni R-ə. Düzdür uşaqlar? Onda o maksimalı yerinə mən nə yazacağam? O maksimalın yerinə, daha doğrusu aktiv müqaviməti tapanda, biz aktiv müqaviməti yox, təsir edici qiymətləri tapanda. Bir saniyə. Aha. Onda biz burada cəryan şiddətini tapsaq, hələ aktiv müqavimətə, daha doğrusu amplitud qiymətə keçmirik. Mən gərginliyi böləcəm müqavimətə, düzdür? Gərginliyin yerinə də yuxarıdakı ifadəni yazacağam. O maksimal sinus omega t bölünsün R-dir. İndi o maksimal bölünsün R mənə nəyi verəcək uşaqlar sizcə? Hə? Maksimalı. Ay sağ ol. I bərabərdir. Onda olacaq I maksimal sinus omega t. Bu düsturu yaza bilərəm mən uşaqlar? Yaza bilərəm də, düzdür? Yəni o maksimal bölünsün R mənə ayrılıqda, bura yazıram. O maksimal bölünsün R mənə verdi cəryan şiddətinin maksimal qiyməti. Deməli, cəryan şiddətinin maksimal qiyməti tapdım. Onda I bərabərdir, I maksimal sinus omega t düsturunu yazıram. I bərabərdir, I maksimal sinus omega t düsturunu yazıram. Aha, bunu yazdım. İndi biz nə edəcəyik? Deməli, bir saniyə. Aha. Deməli uşaqlar, buradan belə bir nəticəyə gəlirik ki, aktiv müqavimətli dövrədə gərginliyin rəqsləri ilə cəryan şiddətinin rəqsləri eyni fazada rəqs edir. Baxın, bu da sinus omega t-dir, bu da sinus omega t-dir. Onda mən burada rəqslərini göstərmək üçün qrafiki çəksəm, bax, cəryan şiddətinin də zamandan asılı qrafiki sinus qanunu ilə rəqs eləyir. Həmçinin gərginliyin də zamandan asılı qrafiki sinus qanunu ilə rəqs eləyir. Və bunlar arasında fazalar fərqi nəyə bərabərdir? Fazalar fərqi sıfıra bərabərdir. Əgər eyni qanunla rəqs eləyirlərsə, deməli, fazalar fərqi sıfıra bərabərdir. Aydındır uşaqlar. İndi keçirik həm gərginliyin, daha doğrusu burada ifadələr qaldı yazmağa, asılıqları qaldı. Demək uşaqlar, həm aktiv müqavimətdə, həm aktiv müqavimət, daha doğrusu aktiv müqavimətli dəyişən cəryan dövrəsində nə müqavimət, nə cəryan şiddətinin maksimal amplitud qiyməti, nə də gərginliyin amplitud qiyməti tezlikdən, perioddan və dövri tezlikdən asılı deyillər. Həmçinin aktiv müqavimətdə, yəni ohm qanunu prinsipi ödənməsi üçün nə cəryanın maksimal qiymətindən, nə də gərginliyin maksimal qiymətindən asılı deyil. Aktiv müqavimət bilirik ki, rho L bölünsün S düsturlarından, yəni buradakı qiymətlərdən asılıdır. Xüsusi müqavimət və ozonluqdan L-dən düz, S-dən tərs asılıdır. Biz bunları bilirik. İndi uşaqlar, aktiv müqavimətdə
Cəryan şiddətinin və gərginliyin amplitut qiymətləri ilə yanaşı təsir edici qiymətləri də bizə maraqlıdır. Və onların təsir edici qiymətləri amplitut qiymətlərindən kökdə 2 dəfə azdır. Təsir edici qiymətləri amplitut qiymətlərindən kökdə 2 dəfə azdır. Məsələn, bura i təsir edici yaza bilərəm, burada o təsir edici yaza bilərəm. Bunun maksimal qiymətindən amplitut qiymətindən kökdə 2 dəfə azdır. Deməli, Müəllim, bəli, niyə kökdə 2 dəfə azdır? Hardan çıxır o asıllı? necə? Yəni niyə kökdə 2 dəfə az olur? Hardan çıxır o? Bax, biz burada gücün düsturunu yazırıq, düzdür? Bax, ta ki gücün düsturunu yazırıq. Ümumiyyətlə, cəryanın təsir edici qiyməti nədir? Cəryanın təsir edici qiyməti eyni naqildə dəyişən cəryanın ayırdığı, bax, ümumiyyətlə, eyni naqildə dəyişən cəryanın ayırdığı orta güc var, düzdür? Düzdür, bəstə idi, düzdür? Bəli, müəllim. Ay sağ. Ayırdığı orta güc qədər həmin naqildə, həmin dövrədə eyni güc ayırır. Düzdür? Bəli. Ay sağ. Və həmin naqildə eyni güc qədər ayırırsa, onda sabit cəryan şiddətində dəyişən cəryanın bir təsir edici qiymətlərindən istifadə eləyirik. Və həmin bu təsir edici qiymətlər, ümumiyyətlə cəryanın yaratdığı, biz bilirik ki, cəryanın yaratdığı həmin naqildən cəryan keçirsə və bu sadəcə aktiv müqavimətə aiddir. Əgər bu bir naqildən cəryan keçirsə, müqavimət. Aktiv müqavimətdə naqildən cəryan keçirirsə və həmin naqildən istilik miqdarı ayrılır. Yəni istilik enerjisi ayrılır. İndi biz burada gəl həmin düsturları alaq, göstərək nəyə görə? Kökdə 2 dəfə azdır, düzdür? Salam müəllim. Salam. Demək uşaqlar, gəl indi burada həmin bu ayrılan gücün miqdarını göstərək. Biz bilirik ki, dəyişən cəryanda gücün düsturu nə idi bəstə? P bərabər idi. Məsələn, i kvadratı R yaza bilərik bura. T olmurdu da çarptım mən. İ təkcə. Aysel, və yaxud da i kvadratı R yaza bilərik. Bəli. Aysel, i kvadratı R bura yaza bilərik. Aha. Gəl yazaq. I kvadratı vurulsun, R yaza bilərik bura. Əla. İndi i kvadratı R bura yazdım, düzdür? I kvadratı R yazdım. İndi mən i-nin yerinə i maksimal yaza bilərəm. I maksimal sinus omega t. Bəli. Aysel, i-nin yerinə i maksimal sinus omega t yaza bilərəm. Onda gəl yazsaq, bunda nə olacaq? Bunun kvadratı olacaq da, düzdür? Gəl yazaq. Deməli, i maksimal kvadratı sinus kvadratı omega t. Vurulsun r-dir, düzdür? Yaxşı, indi biz burada sinus kvadratı, ümumiyyətlə sinus nə ilə nə arasında qiymət alır, bəsdə, səncə? Bax, həmin bu sinus, ümumiyyətlə uşaqlar, təkcə bəstə aid deyil. Sinus hansı ədədlər arasında qiymət alır? -1 ilə 1 arasında da. Necə? Aralığı. -1 ilə 1 deyil mi? Yox, kvadratı deyirəm də. İndi burada kvadratda axı mənfi ola bilmir. 0-1. Aysel 0-1 arasında qiymətlər alır da, düzdür? Aysel. Onda bu 0-1 aralığında biz sinus kvadratı alfanın orta qiymətini götürsək əgər, həmin onun orta qiyməti 2-də 1-ə bərabər olar da, düzdür? 0 plus 1 bölü 2, düzdür? 2-də 1-ə bərabərdir. Yəni, ümumiyyətlə, sinus, həmin bu sinus 0 ilə 1 arasında
Rəqsi hərəkətdir də bu. 0 ilə 1 arasında rəqs elədiyinə görə, yəni 0 və 1 arasında rəqs edir və onun xətti, onun tam xətti onun mərkəzinə düşür. Və mərkəzdə biz burada orta qiymətindən danışmalıyıq. Orta qiyməti də 0,5 nöqtəsindən keçəcək. Onda mən burada P üçün ifadə yazanda, olacaq I maksimal kvadratı R, bölünsün 2. Aydındır? Onda biz burada həmin bu i-ni I maksimal kvadratı R böl 2-ni bərabərləşdirsək əgər I kvadratı bölünsün 2-yə, daha doğrusu I kvadratı R-ə. Onda biz I kvadratı üçün o zaman düstur alsaq, bunu mən bərabərləşdirsəm I kvadratı R-ə. Bax, R-lər onsuz ixtisar gedəcək. Onda mən I üçün qiymət alsam, olacaq I maksimal, hər tərəfdən kök alsam, I kvadratı R. Hər tərəfdən kök alsam, I maksimal bölünsün kökdə 2 alacam. Və həmin o kökdə 2 və buradan gəlir. Aydın oldu bəsdə. Bəli, müəllim, sağ olun. Həmin o kökdə 2 və buradan gəlir. Yəni sinus kvadratı omega t-nin orta qiymətindən. Orta məktəb fizika kitabında kökdə 2 hardan gəldiyi çıxarılışı verilməyib. Amma onun çıxarılışı sinus kvadratı omega t-nin orta qiymətindən. Çünki sinus 0 ilə 1 arasında rəqs elədiyinə görə, müsbət, daha doğrusu kvadrat olduğuna görə. Biz onun orta qiymətindən danışacağıq və 2də 1 götürürük onun orta qiymətini. Ona əsasən də I bərabərdir I maksimal və kökdə 2-ni, I-nin təsir edici qiyməti I maksimal və kökdə 2-dir. Həmçinin P üçün də, P-nin digər gərginlik üçün də yazanda, biz nə yazırdıq? O kvadratı bölünsün R yazırıq, düzdür? Həmçinin onu böl 2R yazacağıq. Onda onun təsir edici qiyməti olacaq o maksimal bölünsün kökdə 2. Hər tərəfdən kök alsaq, onda o maksimal bölünsün kökdə 2 alacağıq. Aha. Ümumiyyətlə uşaqlar, təsir edici qiymət bilirsiniz nə? Təsir edici qiymət istilik effekti. Yəni istilik effekti biz bilirik ki, bunu güclə yazır da və güc ayrılsa deməli istilik effekti də orada əmələ gəlir. İstilik effekti deməkdir. Yəni belə deyim də, təsir edici qiyməti birbaşa istilik effekti ilə əlaqəlidir. Və orada orta güclə əmələ gəlir. Orta gücün düsturunu yazdıq. Həmçinin uşaqlar, orta güc və istilik miqdarı, yəni Q qədər istilik miqdarı alınır. Joule-Lenz qanunu var idi. Q-nü tapırdıq ha. Q-nün düsturları nə idi? Məsəl üçün biz bura yazacağıq I maksimal, O maksimal, T. Və yaxud O maksimalla yazmayaq. Onları belə yazaq. Yazdan mən I-nin təsir edicisi, onun təsir edicisi vur T bərabərdir. I-nin yerinə I amplitud qiyməti I-n bölünsün kökdə 2 yazacağam. Həmçinin onun yerinə O maksimal bölünsün kökdə 2 yazacağam. Vurulsun T. Bərabərdir. I maksimal vurulsun O maksimal vurulsun T bölünsün 2 düsturu alınır. Biz deyirik ki, orta istilik. Orta istilik deyil bu əslində uşaqlar. Bax, orta istilikdir. Yəni düsturdan orta istilik enerjisi bizə görsənir. Amma orta niyə 2-yə bölünür? Buradan gəlir. Aydındır. Kökdə 2-ni kökdə 2-yə vuranda bizə nə verir? 2 vermir. Aysa. Deməli, I maksimal, O maksimal vur T bölünsün 2 düsturu alırıq. Və yaxud da Q-nün digər düsturları, nə bilim, I maksimal kvadratı vurulsun T bölünsün 2R. Daha doğrusu bu O maksimal kvadratı çaşdırdım. Bölünsün 2'ye. Və yaxud da I maksimal kvadratı RT böl 2. Və ayrılan gücün və istilik miqdarının da ifadələrini biz aldıq. Və yaxud bizə qrafikdə verə bilər ki, tutaq ki, gərginliyin təsir edici qiymətinin zamandan asılı qrafini verə bilər ki, məsəl üçün sinus qanunu ilə rəqs edir. Sinus qanunu rəqs edir. Buna əsasən
Buna əsasən ayrılan gücün zamandan asılı qrafikini çək. Yəni P-nin da ayrılan gücün daha doğrusu sərf olunan gücün, orta gücün zamandan asılı qrafik çək. Baxın uşaqlar, mən əgər qrafik bu əgər sinus qanunu ilə rəqs edirsə, güc də həmin qanunla rəqs eləməlidir. Güc də həmin qanunla rəqs eləməlidir. Amma mən qrafiki belə çəksəm, bu yanlış olacaq. Niyə yanlış olacaq? Çünki ayrılan güc heç vaxtı mənfi ola bilməz. Yəni T oxundan enerji necə mənfi olsun? T oxundan aşağıda ola bilməz. Ona görə də sadəcə müsbət istiqamətdə olacaq. Qrafik belə olacaq. Mənfiyə düşməz. Aha. İndi keçirik uşaqlar. Dəyişən cəryan dövrəsində aktiv müqaviməti dedik. Dəyişən cəryan dövrəsində tutum müqavimətə. Aha. Uşaqlar, fərz eləyək ki, gəl bunun dövrəsini çəkək. Fərz eləyək ki, bizim ampermetr, yəni dövrədə kondensator var. Gəl bir dənə kondensator çəkək. Biz bilirik ki, kondensator nə üçün istifadə olunur uşaqlar? Elektrik yüklərini toplamaq üçün. Elektrik yüklərini həm də enerjisini toplamaq üçün. Düzdür? Kondensator. Biz də bilirik ki, uşaqlar, ümumiyyətlə kondensator elektrik yüklərini toplayır, düzdür? Elektrik yüklərini toplayırsa və o cüzi də olsa, həmin kondensator yük keçəcək və bu ampermetr, yəni lampa yanacaq da, düzdür? Ampermetr göstərişi biraz dəyişəcək. Amma yenidən onun səbəbi nə olacaq? Onun səbəbi olacaq ki, bunun içərisində dielektrik qatı var. Yəni dielektrik qatı var. Əgər sabit cəryana qoşulsa biz bunu deyə bilərik. Əgər sabit cəryan mənbəyinə qoşulsa, ampermetrdən bir dəfə göstərişi dəyişəcək. Əqrəbi bir dəfə dönəcək. Amma əksinə bu cəryan bu dəyişən cəryan dövrəsinə qoşulsa, onda dəyişən cəryanda nə olur? Kondensator periodik olaraq dolub boşaldığından dövrədən cəryan keçəcək və lampa işıqlanacaq. Məsəl üçün belə düşünə bilərik. Əgər burada lampa dəyişən cəryan mənbəyinə birbaşa qoşulsa, yəni bu kondensator dövrədə olmasa, lampa işıqlanacaq. Özü də işıqlanacaq və maksimum şəkildə işıq verəcək. Yəni közələcək. Amma bu kondensator dövrədə olduğundan artıq nə olacaq? Artıq bu zəifləyəcək də, düzdür? Deməli, həmin bu kondensator dövrəyə elə bir ayrı bir müqavimət yaratdı da, düzdür? Həmin kondensatorun yaratdığı müqavimət adlanır tutum müqavimət. Tutum müqavimət. Yəni bu tutum müqavimət bu lampanın işıqlanmasında maneədir. Müqavimət yaradır, közəlməsinə əngəldir. Həmin o kondensatorun yaratdığı müqavimət adlanır tutum müqavimət və tutum müqavimət XC ilə işarə olunur. İndi gəl araşdıraq bu XC nəyə bərabərdir. Fərz eləyək ki, uşaqlar, fərz eləyin ki, həmin bu dövrənin ümumi gərginlik o bərabərdir O maksimal sinus omega T qanunu ilə rəqs edir. Onda mən təzədən bunu buraya yazıram. O bərabərdir O maksimal sinus omega T qanunu ilə rəqs edir. Və elektrik yükün düsturu da C vurulsun O düsturudur. Onda bura bərabərdir C vurulsun. Həmin gərginlik yerinə mən bu ifadəni yazacağam. Onda yazacağım ki, O maksimal vurulsun sinus omega T'yə. Əla.
Mən vuruldum. Vurdum bunu, o maksimal vurulsun sinus omega t. Onda həmin bu S vurulsun, o maksimal mənə nə verəcək? Q-nün maksimal amplitud qiymətini verəcək. Onda olacaq Q maksimal sinus omega t. Əla. Onda mən Q maksimal üçün ifadə aldım ki, S vurulsun, gərginliyin amplitud qiyməti. Gərginliyin amplitud qiyməti. Əla. Onda uşaqlar, digər tərəfdən I bərabərdir Q bölünsün T düsturuna əsasən, bax, cəryan şiddəti Q bölünsün T düsturuna əsasən, biz bilirik ki, cəryan şiddəti yükün zamana görə törəməsinə bərabərdir, düzdür? Onda həmin mən bu ifadədən zamana görə törəmə alacam. Yəni, Q maksimal vurulsun sinus omega t-dən mən törəmə alıram. Bərabər. Q maksimal sabitdir, törəməsi elə olduğu kimi qalacaq. Vurulsun sinus omega t mürəkkəb funksiyadır. Mürəkkəb funksiyanın da törəməsi ayrı-ayrılıqda vurulur. Yəni, sinus omega t-nin törəməsi olacaq kosinus omega t. Kosinus omega t, bir də omega t-nin öz törəməsi vurulsun omega t. Və bu omega da gələcək əvvələ. Onda mən yazıram ki, I bərabərdir Q maksimal vurulsun omega vurulsun kosinus omega t-yə bərabərdir. Uşaqlar, bu Q maksimal vurulsun omega mənə cəryan şiddətinin amplitud qiymətini verəcək. Olacaq kosinus omega t. Deməli, mən cəryan şiddəti üçün ifadə aldım. I bərabərdir amplitud qiymət vurulsun kosinus omega t. Əla. Deməli, fikir versəz, gərginlik hansı qanunla dəyişirdi? Gərginlik, yuxarıda yazmışam, sinus omega t qanunu ilə dəyişirdi. Amma cəryan şiddəti isə kosinus qanunu ilə dəyişdi. Bu nə deməkdir? Bunlar eyni fazada rəqs elədi, ya ayrı-ayrı fazada rəqs elədi? Hə, uşaqlar? Təbii ki də ayrı fazada rəqs edir. Biri kosinus qanunu ilə dəyişir, digəri sinus qanunu ilə dəyişir. İndi mən bunun qrafiklərini çəksəm, birinci gərginliyin zamandan asılı qrafiki, gərginlik hansı qanunla rəqs eləyir? Sinus qanunu ilə. Onda koordinat başlanğıcından başlayacaq hərəkətə, düzdür? Onda mən cəryan şiddətinin zamandan asılı qrafikini çəksəm əgər. Cəryan şiddətinin zamandan asılı qrafikini çəksəm, i-nin t-dən, baxın uşaqlar, bu sinus qanunu ilə rəqs eləyir. Artıq cəryan kosinus qanunu ilə rəqs eləyir. Kosinus qanunu ilə rəqs eləyirsə, onda müəyyən bir amplitud qiymətindən başlayacaq rəqs eləməyə. Gördünüz? Deməli, buradan bir dənə nəticəyə gələ bilərik ki, total müqamətdə, dəyişən cəryan dövrəsində, total müqamətdə cəryan şiddətli rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. İndi pi bölü 2 qədər hardan gəldi? Deyəcəksiniz, mənim pi bölü 2 hardan gəldi? Niyə pi bölü 3 yox? Baxın uşaqlar, biz ümumiyyətlə buna baxırıq. Bu dilimləri nə adlandırmışıq? Hə? Pi 180-dir də, düzdür? Bu da pi. Burasını 2pi adlandırmış. Onda bu hissələri pi bölü 2-yi adlandırmışıq. Bax, bu hissələri pi bölü 2, bu hissələri də pi bölü 2, həmçinin bu hissələri də pi bölü 2, bu hissələri də pi bölü 2. Onda pi bölü 2 də qabaqlayırsa, bu hissəni buradan silin. Bu hissəni silin. Onda baxın, buradan başlayacaq hərəkət. Yəni, pi bölü 2 qədər qabaqlayır. İndi həmçinin düsturdan da göstərə bilərik. Çevirmə düsturları. Riyaziyyatdan əgər yaxşısınızsa, çevirmə düsturlarını görəcəksiniz. İndi gəlin, mən burada çevirmə düsturlarını keçim növbəti səhifədə yazım. Çevirmə düsturları necə? Biz gərginlik üçün ifadə yazdıq, düzdür? Gərginlik üçün ifadə nə yazdıq? Dedik ki, gərginlik hansı qanunla rəqs eləyir? O maksimal vurulsun sinus omega t. Amma cəryan şiddəti hansı qanunla rəqs eləyirdi? Kosinus qanunu ilə, düzdür? İndi mən bunu, həmin bu kosinus omega t-ni necə yazacağım? Yaza bilərəm mən i maksimal vurulsun sinus pi bölü 2 plus omega t kimi yaza bilərəm uşaqlar. Riyaziyyatçılar.
Yaza bilərəm. Yəni yazmaq olar. 90 dərəcə zat dəyişir. Ay sal, ad dəyişir də, düzdür? Sinus ikinci rübdə müsbət olduğuna görə müsbət olacaq, qalacaq işarə. Amma pi bölü 2 çevirmə düsturudur. Sinus oldu kosinus, düzdür? Onda fikir verin. Bax, bu ifadəyə fikir verin. Sinus omega t, burada isə sinus pi bölü 2 plus omega t. Bu nə deməkdir? Cəryan şiddəti rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bildiniz indi pi bölü 2 hardan gəldi? Baxın, pi bölü 2 bildiniz hardan gəldi? Bəli. Yəni bu pi bölü 2-ni buradan silin, başlayacaq buradan hərəkət eləməyə. Bax, diqqətli olaq. Bu da oldu bizdə tutum müqavimət. Tutum müqavimət cəryan və gərginliklə bağlı olan ifadələri. İndi keçirik. Biz bayaq düstur yazdıq. Baxın, bu düsturun başına biraz oynatacaq. Baxın. Harada yazmışdım mən onu? Aha. Dedik ki, Q maksimal vurulsun omega bizə I maksimalı verir. Gəl yazaq burada, biraz onun başına oyun gətirək. Baxın, dedik ki, I maksimal bərabərdir Q maksimal vurulsun omegadır. İndi mən bu Q maksimalı yerinə S vurulsun, gərginliyin amplitud qiyməti vurulsun, omega yaza bilərəm. Və yaxud da, indi S tutumdur, tutumun da düsturu bilirik də, epsilon 0 S bölünsün D vurulsun, gərginliyin maksimal qiyməti vurulsun, omeganın yerinə də mən 2 pi nü yaza bilərəm. Və yaxud da 2 pi böl T yaza bilərəm. Onda asıllıq çəksək necə olacaq? Gərginliyin maksimal qiymətləri, onlardan asıllığı və s. İndi onları yazmayaq. Onsuz düsturdan görəcəksiniz ki, nədən necə asılıdır. İndi keçirik həmin bu x-ə yazmışam. Burada yuxarıda. Baxın, bu qalıb burada elə. Tək tənə qalıb burada. İndi gəl bunun üçün biraz ifadələr alaq. Görək hələ nəyə bərabərdir. Demək uşaqlar, biz bilirik ki, I maksimal bərabərdir. Ohm qanununa əsasən gərginliyin amplitud qiyməti bölünsün, mən tutum müqavimət x-ə yazacağam. Yaxşı, mən buradan x-ni tapsam, olacaq gərginliyin amplitud qiyməti bölünsün cəryan şiddətinin amplitud qiyməti. Bərabərdir. O maksimal olduğu kimi qalacaq. Cəryan şiddətinin amplitud qiymətinin yerinə baxın bu ifadəni yazacağam. Yəni nə yazacağam bura? S vurulsun, o maksimal vurulsun, omega. İndi gərginliyin amplitud qiymətləri gedəcək, düstur hansı hala düşəcək? Omega vurulsun, S düstur düşəcək. Əla. Deməli, mən tutum müqavimət üçün ifadə alasam, 1 bölünsün, omega vurulsun, S-dir. Gəl bunun üçün də biraz düstur yazaq. 2 pi nü yazacağam, vur S. Və yaxud da 2 yox. T bölünsün 2 pi vurulsun S və yaxud da elə T qalsın olduğu kimi yerində, daha doğrusu T qalmaz. 1 bölünsün 2 pi deməli 1 bölünsün omega olduğu kimi qalsın. İndi S'nin düsturlarını yazaq. Epsilon 0 S bölünsün D düsturu. Onda D gedəcək yuxarı. Qalacaq omega vurulsun, epsilon 0 S. Yaxşı, siz də buradan görürsünüz ki, tutum müqavimət, yəni bu x-ə necə asılıdır? Omegadan, nə bilim, müqavimət, daha doğrusu tutumdan, epsilondan, epsilon 0-dan, S-dən, hamısından tərs asılıdır. Bir dənə düz asılı olan məqamları hansıdır? D-dən, T-dən, perioddan, bir də lövhələr arasında olan məsafədən necə asılıdır? Düz asılıdır. Aysa. Onda amma cəryan şiddətinin maksimal qiyməti isə fikir verin. Həmin bu cəryan şiddətinin maksimal qiyməti, amplitud qiyməti isə D-dən və perioddan tərs asılıdır. Digərlərdən hamısı düz asılıdır. Çünki period burada 1 böl T olduğuna görə, məxrəcdə olduğuna görə onlardan tərs asılıdır. Artıq qrafikləri çəkmirəm.
Siz biləcəksiniz və Ohm qanunun prinsiplərinə əsasən həmçinin necə aktiv müqavimət gərginliyin və cəryan şiddətinin maksimal qiymətindən, yəni amplitud qiymətindən asılı deyildir. Həmçinin tutum müqavimət də onların heç birindən asılı deyil. Bu da oldu bizdən tutum müqavimətlə bağlı ifadələr. Əgər bizdə testlərdə belə verə bilər. Necə verə bilər? Diqqətli olaq. Məsəl üçün testdə bizə qrafik tipli verə bilər. Verər ki bizə gərginliyin maksimal qiyməti zamandan asılı qrafikini verər. Məsəl üçün deyək ki belə. Bu qanunla rəqs edir. Belə bir şey rəqs edir. Deyir ki, cəryan şiddətinin zamandan asılı qrafikini çəkin. Tutum müqavimət bizə verib ki, x-e tutum müqavimət. İ'nin bura maksimal yazmayaq. Silək onu. İ'nin t-dən asılılıq. Baxın uşaqlar, biz nə dedik? Dedik ki, tutum müqavimətdə cəryan şiddəti rəqsləri gərginlik rəqslərini pi/2 qədər qabaqlayır. Pi/2 qədər qabaqlayır. İndi gəl biz buradan pi/2-ni tapaq, görək hələ hardan başlamalıdır bizim cəryanın rəqsi. Pi/2 uşaqlar, baxın buradır. Bu hissəni buradan silin. Qaldı bura. Bir dənə düz xət endirin. Düz xət endirsəz, görəcəksiniz ki, sıfırdan aşağıda başlayacaq hərəkətə. İndi bunu biraz uzadaq biz. Bunu bizə uzadaq. Onda qrafik baxın, buradan başlayacaq hərəkətə. Aydın oldu uşaqlar? Uşaqlar. Bəli. Ay sağ olun. Aha. Demək qrafik bu şəkildə verə bilərsə, başqa necə verə bilər qrafiklər? Başqalar da çəkdik də. Deməli buradan olsa, buradan qırılır. Gedir buradan başlayır hərəkətə. Aha. İndi keçirik dəyişən cəryan dövrəsində induktiv müqavimət. İnduktiv müqavimət nədir? Ümumiyyətlə uşaqlar, bayaq dedik ki, dövrədə kondensator olanda lampa az közəlirdi. Yəni zəif közəlirdi. Bir sıra müqavimət rolunu oynayırdı. İndi dövrədə kondensator yox, sarğac var. Gərginlik mənbəm olsun. Bu da olsun məndə ampermetr. Aha. Və L induktivlikli sarğac var. Bizə bilirik ki, L nələ bərabərdir? L0 vurulsun müd. Ümumiyyətlə uşaqlar, sarğac olanda biz bilirik ki, buradan cəryan keçəndə induksiya cəryanı əmələ gəlir və induksiya cəryanı da əsas cəryanın əksinə yönəlir və onu zəiflətməyə çalışır. Sarğacın dövrədə yaratdığı müqavimət induktiv müqavimət adlanır və onun şərti işarəsi XL ilə ifadə olunur və XL adlanır induktiv müqavimət. İnduktiv müqavimət indi baxacağıq, bunun düsturlarını almağa doğru gedəcək. Görək hələ induktiv müqavimətin düsturları nədən ibarət? Ümumiyyətlə uşaqlar, bu cəryan, yəni dövrədə olan cəryan şiddətinin deyək ki, I maksimal vurulsun sinus qanunu ilə rəqs edir. Sinus omega t qanunu ilə rəqs edir. Bu zaman biz bilirik ki, əgər induksiya cəryanı varsa, deməli induksiya elektrik hərəkət qüvvəsi də var da, düzdür? İnduksiya elektrik hərəkət qüvvəsinin düsturu nə idi? Mənfi L vurulsun, delta I bölünsün delta T, düzdür? Və yaxud da mənfi L vurulsun, I-nin zamana görə törəməsi. Belə yaza bilirdik biz bunu. Əla. Biz bunu belə yaza bilirdik də uşaqlar. İndi biz bilirik ki,
Həmin bu gərginliyin ani qiyməti, həmin bu gərginlik burada cəryanın ümumi, daha doğrusu mənbənin ümumi gərginliyi var da. Həmin bu mənbənin ümumi gərginliyi, həmin bu mənbənin ümumi gərginliyi dövrə qapalı olanda nəyə bərabərdir? Elə elektrik hərəkət qüvvəsinə bərabərdir və onun mənfisinə bərabər idi. Çünki burada mənfi L vur I bu L I böl T olduğundan o da onun mənfisinə bərabər olacaq. Buraya induksiya yazaq, daha doğrusu induktiv yazaq. L induktivlikli. Bu da bərabərdir. L vurulsun IT-dir. Mənfi, bir dənə də mənfi L I törəməsi T. Bərabərdir. Mənfi mənfi müsbət olacaq. Onda bu olacaq I-nin zamana görə törəməsi. Onda mən L bir də vurulsun. Bax bu ifadənin törəməsi. Gəl aşağıdan səliqə ilə yazaq. Deməli mən gərginliyi tapmaq istəsəm L vurulsun. Bir dənə kvadrat mötərizə açıram. Həmin bu I maksimal sinus omega t-nin törəməsini tapıram. Bərabərdir. L vurulsun. I maksimal olduğu kimi qalacaq. Vurulsun omega keçəcək qabağa. Artıq bilirik. Sinusun törəməsi də olacaq nə? Kosinus omega t. Əla. Onda mən buradan yazacağım ki, deməli, gərginlik bərabərdir. L vurulsun. L vurulsun nəyə? Deməli, I maksimal vurulsun omega. Vurulsun kosinus omega t-yə bərabərdir. İndi uşaqlar, biz buradan baxın. L vurulsun, I maksimal vurulsun omegaya bir gərginliyin amplitud qiyməti kimi baxacağıq. Gərginliyin amplitud qiyməti kimi baxacağıq. Onda burada olacaq, deməli, gərginliyin amplitud qiyməti vurulsun kosinus omega t-yə. Vurulsun kosinus omega t-yə. Onda mən gərginlik üçün ifadə aldım. Gərginliyin amplitud qiyməti vurulsun kosinus omega t. Əla. Deməli, induktiv müqavimətdə əgər cəryan şiddəti sinus qanunu ilə dəyişirsə, gərginlik kosinus qanunu dəyişəcək və bu deməkdir ki, gərginliyin rəqsləri cəryan şiddətinin rəqslərini pi/2 qədər qabaqlayır. Həmin biz gərginlik üçün də bu ifadəni yazsa əgər, nəsə oldu buna, kompüterə nəsə oldu. Eşidirsiniz uşaqlar məni? Bəli. Nəsə kompüter söndü. Bilmədim nə oldu amma. Ağ işıq gəldi ekrana. Amma biz ekranı görürük müəllim. Sadəcə donub. Bildim bu bilməm nəsə oldu buna. Ekran şeydən çıxdı, notdan çıxdı. Bilməm nə oldu. Mənim kompüteri söndürüb yandırım, bəlkə düzələr. Not connected. Peki. Yox, Wi-Fi da var. Nəsə oldu bilməm. Notu açsam görüm açırsa, açmırsa heç nə olmaz. Başqa yerdə icra edərəm. Bir saniyə.
Uşaqlar, məcburiyyət qarşısında məcbur oldum bunu açsın. İndi bir saniyə, indi burada yer açaq biz, yer açaq. Burada izləyelim. Ekran açıldı uşaqlar. Bəli, müəllim. Aha, indi buraları sileyim. Burada izləyelim ardını. Nəsə not proqramı bilmirəm nə oldu. Error verdi, nə oldu, çıxdı. Atdı məni oradan. Müəllim, klasik olaraqdan kompüteri söndürüb yandırsaydınız o düzələ bilərdi səncə? Bu nə söndürüb yandırsam təzədən link atmalıyam, nə bilim, aləm deyir bizimlə. Deməli biz harda qalmışdıq uşaqlar? Nə izah edirdik son dəfə? Hə? Müəllim, teoremləri tapdırdınız. Düsturlu. Aysel, deməli biz cəryan şiddəti gərginlik üçün ifadə alanda yazıq ki, gərginlik maksimal qiyməti, yəni kosinus omega t idi gərginlik üçün. Amma cəryan şiddəti isə i bərabərdir i maksimal vurulsun sinus omega t. Və buradan bir nəticəyə gəlirik ki, induktiv müqavimət olan dövrədə deməli, gərginliyin rəqsləri cəryan şiddətinin rəqslərini pi/2 qədər qabaqlayır. Necə qabaqlayır? Və gərginlik üçün ifadə yazanda yazacağım ki, o maksimal vurulsun. Bunu sinusdan yazmaq istəsəm, yenə bayaqki qayda ilə pi/2 plus omega t yazacağım. Bax, sinus omega t'dir burada cəryanda, amma burada pi/2 plus omega t'dir. Deməli, bu nə deməkdir? Gərginliyin rəqsləri cəryan şiddəti rəqslərini pi/2 qədər qabaqlayır. Aha. Hara getdi bu? Aha. Deməli, cəryan şiddəti rəqslərini pi/2 qədər qabaqlayır. Onda gərginliyin zamandan asılı qrafikinə baxsaq, gərginlik zamandan asılı qrafik kosinus qanunu olduğuna görə müəyyən bir amplitud qiymətindən başlayacaq hərəkət eləməyə. Amma cəryan şiddətinin zamandan asılı qrafikini biz çəksək, cəryan şiddətinin zamandan asılı qrafiki artıq sinus olduğuna görə koordinat başlanğıcından başlayacaq rəqs eləməyə. Və burada fikir versəz, pi/2 məsələsinə gəlsə əgər, bunun pi/2 hissəsini silin. Silsəz, buradan bir dənə düz xət endirsəz, görəcəksiniz ki, bu qrafiki verdi. O maksimal. Aydın oldu uşaqlar. Aha. Deməli, o maksimal kosinus omega t qanunu ilə dəyişir. Və biz orada, indi buraları silək. Buraları silək. Aha. Deməli biz XL üçün qiymət yazdıq da. Bayaq orada, daha doğrusu gərginlik üçün qiymət yazdıq. Gərginlik dedik ki, gərginlik maksimal qiyməti nəyə bərabər idi? Gərginlik maksimal qiyməti L vurulsun, I maksimal vurulsun omega idi. Düzdür? Bu gərginlik maksimal qiyməti idi. Və mən tam dövrə üçün, daha doğrusu ohm qanunu yazanda isə X-ə yazdım. XL bərabərdir gərginliyin maksimal qiyməti bölünsün cəryan şiddətinin maksimal qiyməti. Bərabərdir. Cəryan şiddətinin maksimal qiyməti olduğu kimi yerində qalır. Gərginlik maksimal qiymətinə bu ifadələ yazacaq. L vurulsun, I maksimal vurulsun omega. I maksimalla gedəcək, qalacaq buradan omega vurulsun L-dir. Deməli, induktiv müqavimət üçün mən omega vurulsun L düsturunu aldım. İnduktiv müqavimət üçün omega vurulsun L düsturunu aldım. Aha. Bu da bərabərdir. Olacaq burada 2 pi nü vurulsun L və yaxud da 2 pi böl T vurulsun L-dir. L-in də yerinə həmçinin omega vur L-dir. L-in də yerinə belə yaza bilərik. L0 vurulsun mü yaza bilərik. Onda məndə ohm qanununa əsasən məndə tutum müqavimət, daha doğrusu induktiv müqavimət nə cəryan şiddətinin maksimal qiymətindən, amplitud qiymətindən, nə də gərginliyin amplitud qiymətindən asılı deyil. Amma nüdən, induktivdən,
düz asılıdır. Həmçinin maqnit nüfuzluğundan da düz asılıdır. Amma perioddan tərs asılıdır. Perioddan isə tərs asılıdır. Və bir şey nəzərdə saxlayın uşaqlar. Nə tutum müqavimətdə, nə də induktiv müqavimətdə güclə istilik miqdarı ayrılmır. P də bərabərdir 0, Q də bərabərdir 0. Yadınızdadsa əgər mən sınaq işlətdirdim sizə. Hardasa bilmədim. 4-cü sınaq idi ya da ki 2-ci sınaq idi. Səhv eləmirəmsə, orada 2 dənə bizə dövrə verib, belə bir dövrə verib, situasiya sualında idi. Belə bir dövrə verib bizə. Birində verib rezistor verib, R rezistor. Birində də verib kondensator. Şəkil belə idi, amma mən bir dənə də çəkirəm, bir dənə də sarğac verirəm sizə. Burada verib ki, burada sizə sual verirdi ki, güc harada ayrılır və yaxud da istilik, daha doğrusu güc harada sərf olunur. Və sualımız belə idi ki, istilik miqdarı harada ayrılır? Baxın uşaqlar, istilik miqdarı 1, 2, 3 yazıram. İstilik miqdarı sadəcə rezistor qoşulan dövrədə ayrılır. Yəni burada istilik miqdarı ayrılmır. Yəni həm tutum müqavimət, həm də induktiv müqavimətdə hər ikisindən nə güc, nə də istilik miqdarı. Hər ikisi sıfıra bərabərdir. Bunu yadınızdan çıxartmayın. Çünki biz P-ni də yazanda P bərabər olurdu ta ki i kvadratı R idi. Q-nü yazanda məsəl üçün i kvadratı RT idi. Və yaxud da o kvadratı bölünsün R idi. Yəni burada R var da, aktiv müqavimət var, rezistor var. Axı tutum müqavimət və yaxud da induktiv müqavimət yoxdur. Deməli istilik miqdarı yalnız və yalnız rezistor qoşulan dövrədə, yəni aktiv müqavimət olan hissədə ayrılır. Bunu yadınızdan çıxartmayın. İndi buraları silək. Tutum müqavimətlə bağlı, daha doğrusu induktiv müqavimətlə bağlı qeydlərimizi apardıq. İndi keçirik dövrənin tam ümumi müqavimətinə. Uşaqlar, əgər dövrədə həm induktiv müqavimət, həm də tutum müqavimət, həm də aktiv müqavimət varsa, biz orada dövrənin tam müqavimətindən danışmalıyıq. Fərz eləyin ki, bir dövrə düşünün və həmin dövrədə həm aktiv müqavimət var, həm induktiv müqavimət var, həm də kondensator, yəni tutum müqavimət var. Gəl bunları adlandıraq. Aktiv müqavimət R, induktiv müqavimət L, bu da tutum müqavimət C. Uşaqlar, dövrənin tam müqaviməti kök altında R kvadratı üstə gəl, XL çıxılsın, XC-nin kvadratı kimi hesablanır. Onda mən ohm qanunu yazanda I bərabərdir, O bölünsün R düsturuna əsasən. Daha doğrusu R yaza bilmərəm burada artıq. Mən bura Z yazacam. Tam müqavimət Z ilə işarə olunur. Mən bura Z yazacam. Z-in də yerinə yuxarıdakı ifadəni yazacam. R kvadratı üstə gəl, XL çıxılsın, XC düsturunu yazmış olacam. Bu da oldu bizdə deməli tam müqavimət. Ümumiyyətlə uşaqlar, bu tam müqavimətdə cəryan şiddətinin maksimum olması üçün XL və XC müqavimətləri bir-birinə bərabər olmalıdır. Nə olmalıdır? Bərabər olmalıdır. Bərabər olanda bu fərq bizə 0 verəcək. 0 olanda təbii ki də məxrəc balacalaşar. Məxrəc kiçildiyindən cəryan şiddəti artacaq. Deməli, bu da oldu bizdə tam müqavimət. İndi keçirik, buraları silək. Keçirik dəyişən cəryan dövrəsinin axırıncı planı olaraq nəyə? Transformatora. Keçirik transformatora. Görək transformator nədir?
Ümumiyyətlə uşaqlar, transformator gündəlik gördüyünüz transformator. Gündəlik indi belə deyim də, kənddə, məhəllədə yaşayanlar transformatoru demək olar ki, məhəllələrin ortasında və yaxud da bir kənar bir yerdə görmüş olarlar. Görmüşsə əgər bu yağış nəticəsində yağışlar oldu, Qosardaydı deyəsən Hil kəndində. Qosarın Hil kəndində sel transformatoru aparmışdı və neçə dənə kənd işıqsız qalmışdı. Yaxşı, bu transformatorun işıqla nə kimi bir əlaqəsi var? Nə kimi bir uzaqdan, yaxından, nə kimi bir əlaqəsi var? Ümumiyyətlə uşaqlar, hələ dərsin izahına keçməmişdən qabaq transformatorun nə olduğunu deyim. Ümumiyyətlə transformator güc itkisi olmadan, yəni işığın tezliyini dəyişmədən gərginliyini və cəryan şiddətini artırıb azaldan bir qurğu deyək. Və onun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Transformatorun şərti işarəsi, uşaqlar, baxın, transformatorun şərti işarəsi belədir. 2 dənə sarğıdan ibarətdir. Dolaqdan ibarətdir. 2 dənə dolaqdan ibarətdir. Birinci dolaqlar arasında olan gərginlik ikinci O2 adlandırılır. Bu transformatorun şərti işarəsidir. Bu tərəfi giriş adlanır. Bu tərəfi isə çıxış adlanır. Çıxış, burada giriş. Yəni giriş hissəsində olan dolaqda olan sarğıların sayına N1 deyirəm. Çıxış hissədə olan dolaqlarda olan sarğıların sayına isə N2 deyirəm. Ümumiyyətlə uşaqlar, transformator necə işləyir? Baxın, sizin bilirik ki, elektrik enerjisi bir sıra Azərbaycanda elektrik enerjisi mənbəyi vardır. Onlardan ən böyük də Mingəçevir su elektrik enerjisidir. Bilənlər bilir, bilməyənlər də bilsin. Yəni Mingəçevir su elektrik enerjisidir və həmin mənbədən Mingəçevir su elektrik enerji mənbəyindən Azərbaycanın bir çox yerlərinə enerji mənbəyi kimi istifadə olunur və enerji ötürülür. Hətta bu Vətən müharibəsində, 2-ci Vətən müharibəsində ermənilər oranı vurmağı planlaşdırırdılar. Təbii ki də Ali Baş Komandamızın siyasəti nəticəsində onları həmin o plana nail ola bilmədilər. Çünki onlar əgər həmin o su elektrik enerjisini, Mingəçevirdə olan su elektrik enerjisini vursaydılar, demək olar ki, Azərbaycanın enerji mənbəyi 80% tükənəcəkdir, azalacaqdır. Onu bərpa eləməkdə çox böyük bir vaxt və vəsait tələb edir. Demək uşaqlar, Mingəçevir su elektrik enerjisindən elektrik xətləri gəlir. Görünür ki, Azərbaycanın bütün dörd bir yanına yayılır. Bax, işıq sürəti nə qədərdir? Biz bilirik ki, işıq sürəti S bərabərdir, 3 vurulsun, 10 üstü 8 nədir? Metr bölünsün saniyədir, düzdür? Yəni 1 saniyədə nə qədər yol gedir? 3 vur 10 üstü 8 metr. Deməli, bu işıq xətləri Mingəçevirdən yola çıxır. Yəni 4 bir yana Mingəçevirdən yola çıxır. Gəlirlər Azərbaycanın 4 bir yanına. Baxın uşaqlar, hər bir kənddə, yəni 3-4 dənə kəndi birləşdirən, tutaq ki, bu kəndlər deyək, gəlib burada, məsəl üçün, bu kəndlərin birləşdiyində transformator qoyulub. Və həmin bu transformatordan elektrik enerjiləri, yəni işıqlar ötürülür evlərə. Niyə ötürülür? Baxın uşaqlar, həmin bu su elektrik enerjisi, yəni Mingəçevir su elektrik enerjisindən, Mingəçevir su elektrik enerji mənbəyindən elektrik enerjiləri, nə bilim, çox böyük gərginlik altında gəlirlər. Gəlirlər. Həmin transformator həmin o gərginlikləri azaldır. Azaldır.
gəlir çatır 220 volta, 220 volta və evlərə ötürür. Bizim evlərdə dövr eləyən işıq 220 voltdur. Təbii ki də biz bu 220 voltu məsəl üçün telefonun adapterını elektrik şəbəkəsinə qoşanda 220 volt gərginlik telefonun bataryasına axın eləyəndə telefonun bataryası partlayar. Çünki onun tutumu azdır. Buna görə biz nələrdən istifadə edirik? Gündəlik istifadə elədiyimiz adapter başlıqları. Adapter başlıqların üzərində uşaqlar bəlkə də görmüsünüz. Baxın, əgər adapter başlığı yanınızdadsa, baxa bilərsiniz. Üzərində 20 volt yazılıb, çoxunda. 20 volt yazılıb, nə bilim, Samsunglarda 33 volt yazılıb, bəzilərdə 66 volt yazılıb. Amma ən çox istifadə olunan 20 voltdur. Yəni, ta ki elektrik şəbəkəsidir, divarlarda dövr eləyən işıq 220-dir. Bu 20 volt elektrik adapter başlığı taxılır və həmin bu cəryanı bu başlıqda generasiya olur və telefona cəmi 20 voltu ötürülür. Həmin adapter başlığı da bir növ transformator rolunu oynayır. Yəni gərginliyi azaldır, telefona ötürür. Əgər biz 220 voltu birbaşa telefona axın eləsək, yəni qoşsaq, telefon əriyəcək. Bir növ əriyəcək əlində və bu yanğın baş verə bilər. Ona görə də biz adapter başlıqlarından istifadə edirik ki, adapter başlıqları çevirici rolunu oynayır. Yəni 220 voltu düşürdür, alçaldır, 20 volta salır və bu 20 volt telefonumuz həmin gərginliyi qəbul edir və dolmağa başlayır. Dolmağa başlayır nədir? Kondensatorda yüklənir. Həmin adapter başlıqlarını açsaz, görəcəksiniz ki, mis naqildən ibarət içində sarğı var. Həmin mis naqilin içində, yəni mis nədir? Sarğılar var və dolaqlar var. Aha, bu oldu bizim transformatorun gündəlik həyatla əlaqəsi. İndi transformatorun dolaqların sayı ilə, gərginliklə bağlı bir sıra anlayışlara fikir verək. Biz dedik ki, bizim transformatorun şərti işarəsi belədir. Yəni buradan dolaqdır. Birinci dolaq. İkinci dolaq. Bu girişdir. Bu çıxışdır. Bunun dolaqlarda olan sarğıların sayı N1, ikinci dolaqda olan sarğıların sayı N2-dir. Birincinin gərginliyi O1 deyiləm, ikinci gərginliyinə O2 deyiləm. Baxın uşaqlar, dedik ki, güc itkisi olmadan, yəni P-lər təqribən bir-birinə bərabərdir. Güc itkisi olmadan. P-lər bir-birinə bərabərdirsə, onda P-nin düsturu nədir? I1 vurulsun gərginlik O1 bərabərdir, I2 vurulsun O2-dir. Və buradan biz asılılığı quranda görəcəyik ki, gərginliklə cəryan şiddəti tərs asılıdır. Aydındır. Uşaqlar, başa düşürsünüz məni? Uşaqlar, Bəli, müəllim. eşidirsiniz məni? Nəsə səs gəlmir. Mən öz-özünə danışıram. Mənim səsim gəlir. Elə bildim atı buna görə. Mən girə bilmirəm həmin şeyə. Kompüter donub, sadəcə yazı yazmaq bilirəm. Ona görə görə bilmirəm kim hardadır, nədir. Diqqətli olun. Aha. Deməli buradan bir nəticəyə gəlirik ki, gərginlik cəryan şiddəti ilə tərs asılıdır. Və həmin bu asılılığa da bir K deyirik və bu K transformatorun transformasiya əmsalı adlanır. Transformasiya əmsalı. K transformasiya əmsalı adlanır. Aha. Və təbii ki də tezliklər bir-birinə bərabərdir
dövrü tezliklər də bir-birinə bərabərdir. Yəni bunlar dəyişmədən və güc itkisi olmadan gərginlik və cəryan şiddəti artırıb azaldan cihaza, qurğuya transformator deyilir. Və transformatorun şərti olaraq, fiziki olaraq tərifi bundan ibarətdir. Kimsə uşaqlar qoşulur, mən onları qəbul edə bilmirəm, çünki girmir həmin yerə. Aha. İndi uşaqlar, bu transformasiya əmsalı K bərabərdir O1-in O2 olan nisbəti gərginliklə düz asılıdır, amma cəryan şiddəti ilə tərs asılıdır. Daha doğrusu tərs asılıdır. Çünki gərginlik cəryan şiddəti ilə tərs asılıdır. Həmçinin dolaqlarda olan sarğıların sayı ilə də düz asılıdır. Yəni N1/N2. Əgər birinci dolaqlarda olan sarğıların sayı böyükdürsə N2-dən, bu birinci şərt. Əgər N1 böyükdürsə N2-dən, K böyük olacaq 1-dən. Yəni transformasiya əmsalı K 1-dən böyükdürsə, deməli bu transformator alçaldıcı transformator adlanır. Bu transformator alçaldıcı transformator olur. Ella, nəsə problem yaranıb, mən qəbul eləyə bilmirəm. Bilmirəm niyə girmir. Yəni alınmır. Onsuz dərsin az qalıb, dərsin bitməyinə. Video qeydinə baxarsan. Aha. Demək uşaqlar, K böyükdür 1 olsa, bu transformator alçaldıcı transformator adlanır. Alçaldıcı transformator adlanır. Və təbii ki də burada gərginlik də ikincidən böyük olacaq. Həmçinin cəryan şiddəti isə tərsinə olacaq. Fikir versəz, I1 kiçik olacaq I2-dən. Aha. Bu birinci variant. İkincidə isə uşaqlar, əgər transformasiya əmsalı, daha doğrusu dolaqlarda olan sarğıların sayı N2 böyükdürsə N1-dən, onda K kiçik olacaq 1-dən, və bu yüksəldici transformator adlanır. Onda gərginlikləri müqayisə eləsək, belə olacaq, amma cəryan şiddətləri isə ondan tərs asılı olacaq. Bu da oldu bizdə yüksəldici transformator. Onda biz transformatorun faydalı iş əmsalını tapmaq istəsək, P2-ni böləcək P1-ə, vuracaq 100%. Bu da onun faydalı iş əmsalıdır. Həmçinin I2 vurulsun O2, bölünsün I1 vurulsun, O1 vurulsun 100%-dir. Ümumiyyətlə uşaqlar, bu yüksəldici, bu alçaldıcı nə deməkdir? Gəl bunlar üzərində biraz dayanaq. Dedik ki, tutaq ki, Mingəçevir su elektrik stansiyasından çox yüksək gərginlikdə elektrik enerjiləri gəlir. Gəlir məsəl üçün bura. Çox yüksək gərginliklə gəlirsə, deməli orada olan, dolaqlarda olan sarğıların sayı da çox olacaq. Və bu transformatorun iş prinsipi nədir? Gərginlik yüksək gərginliyi alçaldır, aşağı gərginlikdə yüksəldir də, düzdür? Yəni belə deyim də, görsə əgər çox gəlir, enerji çox gəlir, onu azaldar, yəni əhaliyə paylayar. Amma görsə əgər az gəlir, onu çoxaldar verəcək əhaliyə. Yəni bir növ çevirici rolunu oynayır. Yəni yüksəldən və azaldan rolunu oynayır. Alçaldıcı odur. Əgər çox böyükdürsə, yəni K böyükdür 1-dirsə, bu deməkdir ki, çoxdur da. Onda onu nə edəcək? Azaldacaq, əhaliyə verəcək. Amma görsə əgər az gəlir, enerjisi közərmə zəifində azdır, dərəcəsindən azdır, K kiçikdir 1-dirsə, onda transformator onu yüksəldəcək, ətrafa, əhaliyə paylayacaq. Aydın oldu uşaqlar. Aha.
Deməli, bir saniyə. Baxın uşaqlar, dəyişən cəryanla dövrə birikilən məsələyə baxaq. Fikir verin. Bir deyir ki, dəyişən cəryan qoşulmuş mənbədə, dəyişən cəryan 22-ci suala. Finin hansı nöqtələrdə elektrik hərəkət qüvvəsi 0 olar? Baxın uşaqlar, biz bilirik ki, elektrik hərəkət qüvvəsi, yəni fi sinus qanunu ilə rəqs eləyirsə, elektrik hərəkət qüvvəsi kosinus qanunu ilə rəqs eləyir. Deməli, finin maksimal nöqtələri mənə EQ-nın minimal qiymətləridir. Deməli, mən EQ-nın 0 olması üçün fi maksimal olmalıdır. Finin maksimum nöqtələri 2 ilə 5-dədir. Cavab olacaq Y variantı. Və yaxud da 28-ə baxın. Həmişə burada sizə verəcək. Aktiv müqavimət isə altından xətt çəkirsiniz. Aktiv müqavimətdə gərginliklə cəryan şiddətləri eyni fazada rəqs edirdi. Yəni fazalar fərqi eyni 0 idi. Əgər gərginlik belə rəqs edirsə, deməli cəryan şiddəti də eyni cür rəqs eləməlidir. Aydın oldu? Anladım. Ay sağ ol. İndi baxırıq. Tutaq ki 30-cu suala. Dəyişən cəryan dövrəsini deyirik. Dəyişən cəryan. Dəyişən dövrəsində aktiv müqavimət. Yenə aktiv müqavimət. Onda biz bilirik ki, P-nin zamandan asılılığı mənfiyə düşə bilməz. Və rəqs eləməlidir, Y də səhvdir. Ya A-dır, ya da ki B. İndi fikir verin. Əgər I 0, yəni sinus qanunu ilə rəqs eləyirsə, niyə məndə güc kosinusla rəqs eləsin də? Düz deyil. Cavab olacaq B variantı. Aha. Deməli, baxırıq 35 tipli suallara. 35 tipli suallar qəbula düşə biləcək suallardır. Deyəcək ki, tənliyi qrup. İlk öncə baxıram ki, sinus qanunu rəqs edir ya kosinus. Amplituddan başlayıb hərəkətə deməli kosinus olmalıdır. Sinusları atıram. İndi mən burada maksimalı tapmalıyam. İ'nin maksimalı isə hərəkətə başladığı nöqtədir. 0.1. Deməli, yaxşı, kosinus olmalıdır. İndi mənfi 0.1 ya müsbət 0.1. Təbii ki də müsbət 0.1 də düzdür. Ona görə A variantı olacaq. Omeqanı necə tapacağım? Deyərsiniz ki, müəllim, omega uşaqlar 2 pi bölünsün t düsturundan tapacağım. Deməli, burada birinci mən periodu tapacağım. Periodu tapmaq istəsəm 4 dənə dilim əkməliyəm. Götürməliyəm. Bax, 1 pi bölü 2, 2 pi bölü 2, pi bölü 2, pi bölü 2. Gəldi 4, düşdü 4-ə. Deməli, periodum 4-dür. Olacaq 2 pi bölünsün 4. Bu da mənə verəcək 0.5 pi. Deməli, omega 0.5 piyə bərabərdir. Cavab olacaq belə. Baxın, 37 məsələdir. Gəlin baxaq məsələyə. Deyir ki, aktiv müqaviməti bizə verib. Konturda elektrik yükü Q bərabərdir 10 üstü mənfi 4 kosinus 40 pt qanunu ilə dəyişir. Aha. Demək olar, ilk öncə verilənləri müqayisə yazaq, daha doğrusu. R bərabərdir 40 ohm. Aktiv müqaviməti bizə verib. Elektrik yükü Q-nün də zamandan asılı düsturu, daha doğrusu qanunu mənfi 10 vurulsun. Kosinus 40 pi vurulsun t'dir. Daha doğrusu t'dir, balaca t. 40 pi t'dir. İndi deyir ki, 2 saniyə ərzində ayrılan istilik miqdarının düsturunu hesablayın. Daha doğrusu istilik miqdarını hesablayın. T'ni də mənə verib 2 saniyə. Məndən nəyi istəyir? İstilik miqdarını istəyir.
Ümumiyyətlə ilk öncə mən burada verilənlərdən istifadə edərək Q maksimalı yazacağam. Q maksimal nəyə bərabərdir? 10 üstü mənfi 4, düzdür? Omega nəyə bərabərdir? Yaxşı, 40 pi-yə. Onda mən buradan I maksimalı tapa bilərəm. I maksimal nədir? Q maksimal vurulsun omegadır, düzdür? Onda I maksimal Q maksimal vurulsun omegadır. Bunu bildim. Q-nin düsturu isə I-nin təsir edici qiyməti vurulsun R vurulsun T-dir. I maksimal gördünüz, həmən düsturda I maksimal yazmıyor uşaqlar. Biz istilik miqdarını yazanda təsir edici qiymətlərdən gedirdik. Onda düstur belə olacaq. I maksimalın kvadratı R vurulsun T bölünsün 2. Çünki I-nin təsir edici qiyməti nəyə bərabərdir? I maksimal bölünsün kökdə 2 idi, düzdür? Ona görə 2-yə böldüm. Kökdə 2-nin kvadratı 2 edir. Gəl yerinə yazaq. 2. I maksimalın kvadratı. Yəni Q maksimal vur. Q maksimal nədir? 10 üstü mənfi 4 vurulsun 40 pi. Bunun kvadratı vurulsun R nə qədərdir? R də 40-dır. Vurulsun T nə qədərdir? T də 2-dir. Bərabərdir. Bu verəcək bizə 10 üstü mənfi 8 vurulsun deməli 1600 yazmıram. Bunu baxın belə yazacağam. Bu 40-ın kvadratı, bu da bir dənə 40. Eləyəcək 40-ın kubu. Vurulsun pi kvadratında mənə 10 verib burada. Pi kvadratında 10-a vuracağam. Vurulsun bir dənə də 2. Bölünsün bir dənə də 2. 2-lər getdi. Yaxşı, mən indi bunu 40-ın üstü kubu necə yazacağam mən bunu? Hə? 4-ün kubu nə verir uşaqlar bizə? 6,4 64. millijol. O da 6,4 Ay sağ ol. Millijol. Deməli x-lar aparandan sonra bu 10 üstü deməli olacaq 40-ın kubu 64 vurulsun 10 üstü mənfi 3 mənfi 4 mənfi 5, o da mənfi 3-dür. Olacaq belə. 64 vurulsun 10 üstü mənfi 4, bu da verəcək bizə 6,4 vurulsun 10 üstü mənfi 3, mənfi 3 də millijol. Cavab D variantı. Aydın oldu uşaqlar? Bəli, aydındır. Ay sağ ol. Aha. Deməli dəyişən cəryan belə getdi. Deməli dəyişən cəryanı uşaqlar gələn həftənin 6-cı gününə sınaq sürət qrupunda olan uşaqlar gələn həftənin 6-cı gününə indi işləyə bilən dəyişən cəryan bölməsində olan bütün başlıqların tək nömrələrini işləsin. Sualı olanda gələn 6-cı günün sualı verər. İşləyə bilməyəndə çatdıra bilməsəniz. Aydın oldu uşaqlar. Baxın burada məsələ 46-cı sual maraqlı məsələdir. 46-cı sual maraqlı məsələdir. Bayaq elədiyimiz məsələyə oxşardır. Yerinə qoyursunuz təsir edici qiyməti istəyir. I maksimal bir kökdə 2-dir. I maksimalın da yerinə yazacaqsınız ki, Q maksimal vurulsun omegadır. Q 0 deməli 1000-də 0,128, omegada 100-dür. Alınan I maksimalı I təsir edicinin qiymətində yerinə yazacaqsınız ki, I maksimal bölünsün kökdə 2-dir. Kökdə 2-nin də ifadəni isə verib, sizdən də təsir edicini istəyir. Yerinə qoyursunuz, yazırsınız. Bu qədər bəsit və sadə. Aydındır. Aha. Deməli belə uşaqlar. Belə bizim dəyişən cəryan bölməsindən izahımız bu qədər. Yenə dediyim kimi çatdıran bütün başlıqların tək nömrələrini işləyir 6-cı günə qədər. Oldu uşaqlar. Dərs sualınız var mənə? Aynen, mən bir sualım var idi. Qrupa attığınız sualı izah eləmişdiniz. Sən kimsən? Mən görmürəm səni. Adın nədir?
Sandra. Hə Samirə, izah eləmişdim amma çoxu yoxdur. Gəl bir dəfə də izah eləyim. Bir dəfə də izah eləyim. Deməli məni diqqətlə dinləyin uşaqlar. Sualın izahı. Deməli burada sualımızı çəkək, yaxşı gələk burada çəkək. Burada daha aydındır. Deməli Samirə, sualımız necə idi? S-in T-dən asılılığı idi, düzdür? Ay sağ ol. S-in T-dən asılılığı idi. S-in T-dən asılılığı idi. Və deyirdi ki, hansı nöqtədə təcilin qiyməti ən kiçikdir. Düzdür? Siz hamınız və yaxud da çoxunuz deyirdiniz ki, mənim bərabər təcili hərəkətdir və bütün nöqtələrdə təcil bərabərdir. O bir halda mümkün ola bilərdi ki, S-in T-dən asılılığı parabola şəklində olsun. Düzdür? Qrafik məndə belədir. S-in T-dən asılılığı verib, S-in T-dən asılılığı verib mənə. Qrafik belədir. 1 nöqtəsi, 2 nöqtəsi, 3 nöqtəsi və 4 nöqtəsi. Aha. Bax, bizə deyir ki, sükunət vəziyyətindən hərəkətə başlayan. Mən bərabər təcili düsturda yazıram ki, bərabər təcili hərəkətin düsturu AT kvadratı bölünsün 2-dir. Sükunət dediyinə görə V0 sıfıra getdi, düzdür? Onda düsturum hansısa da düşəcək? S bərabərdir AT kvadratı bölünsün 2-yə, düzdür? Ay sağ. Bax, əgər Samirə, əgər sənin S-in T-dən burada görürsən ki, bunun kvadratından asılıdır. Normal asılılıq olsaydı bu, S-in T-dən asılığı, parabola olacaqdı da, düzdür? Ay sağ. Parabola olsaydı, bütün nöqtələrdə biz deyə bilərdik ki, haqqımız var idi ki, A1 bərabərdir A2, bərabərdir A3, bu da bərabərdir A4-ə. Yəni, deyə bilərdik ki, ST-dən kvadratik asılıdır və sabit təcildir. Amma burada bu qrafik deyil, bu artıq diaqramdır. Görürsən, buraya yazıram mən, diaqramdır. Testdə də üzərində qeyd olunub ki, diaqramdır. Demək uşaqlar, biz bura necə baxacağıq? Bax, yenə bu düstura müraciət eləyəcəm mən. S bərabərdir, yəni bu əgər belə olsaydı düz olardı. Amma bu halda, birinci hal üçün mən bunu deyə bilmərəm. Onda S bərabərdir AT kvadratı bölünsün 2-yə müraciət eləyəcəm. Buradan mən təcili tapsam, 2 vurulsun S bölünsün T kvadratı yazacağım, düzdür? Bərabərdir. 2 vurulsun S, bunu parçalayacağım. T vurulsun 1 bölünsün T yazacağım, düzdür? Yaza bilərəm də bunu. Haqqım var yazmağa. Əla. İndi uşaqlar, siz mənə diqqətlə olasın. Bax Samirə, sən elə de mənə. Bu bucağın tangesi nəyə bərabərdir? Tangens alfa nəyə bərabərdir burada? Bir dənə perpendikulyar indirirdik. Qarşı katetin bitişik katda olan nisbəti, düzdür? 45 dərəcə. Yox, tangens alfa nəyə bərabərdir? Nə bölünsün nə? S isə burada S olar. Burada bitişik katet T Karşı deyə katet olacaq. bölünsün çift katet. Ay sağ. S bölünsün T. Ay sağ. S bölünsün T verəcək bizə, düzdür? Onda tangens alfanın S böl T olduğunu mən tapdım. Yaxşı. Burada S böl T'nin yerinə mən tangens alfa yaza bilərəm. Yazacağım ki 2 vurulsun tangens alfa böl T. Deməli mən təcil üçün ifadə aldım ki 2 vurulsun tangens alfa bölünsün T'dir. Yaxşı. Bunlar da bir düz xət üzrə olduğuna görə bütün nöqtələrdə bunun tangensi bərabərdir. Bütün nöqtələrdə tangens bərabərdirsə əgər, bərabərdirsə, onda tangens alfa sabitdir, 2 onsuz da sabit bir ədəddir. Onda təcil zamanla necə asılıdır? Tərs asılıdır. Deməli, təcilin ən kiçik olması üçün zamanın ən böyük olma halını götürməliyəm. O da 4 halı uyğundur. Aydın oldu? Mənim aydın. Hay sağ ol. Mən 4'ü seçtiğimde niye düzdü demedik ki grupta. 4'ü niyə düz demədi? Ben de 4 olduğunu demiştim ama siz grupta ya düz ya səhv olduğunu demediniz. Bilmirəm ki, mən yəqin dərsdə olmuşam və yaxud da nə bilim, fikir verməmişəm. Amma cavab 4'dür, amma izahı belədir.
Aydındır? Bəli. Yəni Tangiz Alfa ilə gedə biləcəyik biz bura. Aha. Belə suallar qəbula düşməz. Yəni sizi çaşdıran suallar qəbula düşməz. Amma maraqlı məsələ.